Hələ gəlin sizə tərifləyim bugünkü günümüzdən. Çalan kəndi. Bax, bu mərdimi ki görürsən ha, ehsan zat yoxdur abi, belə şuluqluqdur. Hamımız internet əsiriyidik. Bir yerdə internet vardı, xət yox idi. Bir yerdə xət vardı, internet yox idi. Rəsmiyyətdə aşağı yuxarı kəndin hər yanı dolandı. Gördüyünüz kimi kəndin hər yanını dolandı. Uzay taydan adlaydıq Günay taya, Günay taydan adlaydıq Uzay taya. Bax, mərdi məsəl. Sərbəla səraz. Bu günə fəqət biz geri həftəyə səlamət səfdir. Bütün o qət piyadələ verəmişik. Daldan gələn o yazıq deyirlərə bax, səzilib bir axsaq gəlir. Bizlə sürünür geçər. Allah hamımızın köməyimiz olsun. Nə qədər qaçandan sonra o evdən bu evə, o taydan bu taya axır dişimiz rast gəlmədi, nə internet tapdıq, nə xət. Amma bir dənə bu gözəllik yarandı ki, şair İbrahim Yekəlanın xidmətində olduq. Allah can sağlığı versin ki, bizim beqol yorğunluğumuzu elə bu şeirləri ilə aradan apardı. Başıma dolanım, şeiri bunu həqiqət deyəndə şeir olmaz. Amma məndən şeir istər. Ne deyir ki, Bakıda mənə dedilər, bir dənə Azərbaycan şeiri deyir. Dedim, əvvəldən soruş, gör mən kiməm, hardan gəlmişəm və kimlərdən bəhrələnmişəm. Dedi, buyur. Dedim, ulu babalardan faydalanmışam. Dərin dəryaların nəhəng oğluyam. Ürfan məclisində mumdan yumuşağam, döyüş meydanında qoççor oğluyam. Sıldır qayaların yerini daşıyam. Şair şəhriyarı mən sirdaşıyam. Anam məhd doğubdu, məhddə yaşayam, yaşıl urmanların fələng oğluyam. Azadlıq eşqində çağlayan çağı, kökündən laxladar yumruğun dağı. Ucalar göylərə vətən bayrağı, böyük Səttərxanın dirəng oğluyam. Əzəldən əlidir mənim dayağım, Kəlanlı İbrahim, odur mayağım. Qızıldan boyanıb mənim boyağım, bu ulu yurdumun bir rəng oğluyam. Mən orada Azərbaycan... Sağ ol, sağ ol.